kimsə bilsəydi ki, onun istedadı hansı yöndədir və ona uyğun cəmiyyətdə öz yerini tutsaydı, təhsilini ona uyğun yönləndirsəydi, o böyük nailiyyətlər əldə edə bilərdi. Zaten bütün böyük uğurlar o zaman olur ki, bu ikisi üstdə düşür. Sənin cəmiyyətdə seçdiyin yol sənə bioloji, genetik olaraq verilmiş və eyni zamanda ilahidən verilmiş imkanlarla üstdə düşür. Filosof inana bilərmi? Mən belə qoymaq istəyərdim sualı. İnanmayan adam filosof ola bilərmi? Bax, sual budur. Ola bilməz. İnanmayan adam heç alim də ola bilməz. Yəni, ağıl işlədib düşünərək şeir yazmaq, düşünərək musiqi yazmaq mümkün deyil və ya yazarsan da o əsl şedevr olmaz, əsl sənət nümunəsi olmaz. Amma nəsrdə biraz fəlsəfənin artıq akademik formalarından da istifadə olunur. Bəziləri deyir ki, məsələn, 21-ci əsrdir, dindən danışmaq artıq aktual deyil. Lazımdır müasir adama din. Nə üçün lazımdır? Lazım olmayan heç bir şey yaranmaz, yaransa da uzun müddət davam edə bilməz. Elm və din bir-birinə zidd deyil, amma onlar arasında ziddiyyət o zaman yaranır ki, biri o birisinin yerini tutmağa çalışır. Hər kəs öz yerində olanda heç vaxt ziddiyyət yarana bilməz. Salam, əziz Amin izləyiciləri. Bugün görüşünüzə maraqlı bir qonaqla gəlmişik. Filosof, Milli Elmlər Akademiyası müxbir üzvü Professor Səlahiddin Xəlilovlu. Xoş gəlmişsiniz Səlahiddin müəllim. Təşəkkür ederim. Düz bir ildir sizinlə yazışıram. Gözləyirdim ki, İstanbuldan Bakıya gələndə biz bir veriş çəkək sizinlə. Şükür Allaha, o gün bugün imiş. Mən belə bir sualla başlamaq istəyirəm. Aydındır ki, fəlsəfi təhsil adamı filosof eləmir. Filosof olmaq üçün əlavə tədqiqatçıya nə lazımdır? Siz mənə elə gəlir ki, əlavə heç nə lazım deyil. Aha. Çünki əvvəla doğuluşdan kimdə filosofluğun rüşeymi yoxdursa, ona hər nə qədər əlavə su töksən, o qab sulu olmaz. Yəni, təməl olmalıdır. Bu, Allah vergisidir, istedaddır. Hər kəsə bir istedad verilir. Heç kimin payı az deyil. Dünyaya gələn insanların, sadəcə olaraq insanlar bəzən özləri üçün müəyyən edilmiş, genetik olaraq müəyyən edilmiş sahəyə düşmür. Qismət də orada ortaya çıxır. Yəni, kimsə bilsəydi ki, onun istedadı hansı yöndədir və ona uyğun cəmiyyətdə öz yerini tutsaydı, təhsilini ona uyğun yönləndirsəydi, o böyük nailiyyətlər əldə edə bilərdi. Zaten bütün böyük uğurlar o zaman olur ki, bu ikisi üstdə düşür. Sənin cəmiyyətdə seçdiyin yol sənə bioloji, genetik olaraq verilmiş və eyni zamanda ilahidən verilmiş imkanlarla üstdə düşür. Çox önəmlidir. Mən təhsillə bağlı çıxışlarımda dəfələrlə deyirəm, təhsilimizin ən böyük kəsirlərindən, qüsurlarından biri budur ki, hamını eyni arşınla ölçürük və bütün şagirdlərə eyni proqramla dərs deyil. Daha doğrusu bu həriyə ayrı individual fərdi proqramlar müəyyənləşdirmək çətindir, təbii ki. Amma əgər hər şey proqramlaşdırılmış şəkildə geçsəydi, o da müəllimə ehtiyac olmazdı. Müəllimin funksiyası odur, müəllimin böyüklüyü odur ki, fərdi yanaşa bilsin. Hər şagirdin, hər tələbənin, gələcəkdə tutaq ki, bir professor özünün, aspirantının istedad yönümünü müəyyənləşdirsin öncə. Yəni, onu öyrətməyə çalışmazdan öncə özü onu öyrənsin. Qarşısındakını öyrənsin, şagirdini öyrənsin və onun maraq dairəsindən deyil, potensial imkanından çıxış eləyərək onu yönləndirsin. Bu, biraz da o şəxsiyyətin özünün vəzifəsi deyilmi ki, özü-özünü öyrənsin? Özü-özünü öyrənmək şagird üçün elə də asan şey deyil. Yəni, o artıq müəllimin funksiyasıdır. Birinci valideynin funksiyasıdır, ikinci müəllimin funksiyasıdır. Çünki biz uşaqdan onu tələb eləyə bilmərik. Uşaq üçün dünya açıla-açıla gedir. Hər dəfə yeni səhifələr açılır. O hələ özünü dərk eləmək səviyyəsində deyil.
Amma müəllimlik o qədər ağır bir sənətdir ki, birinci, müəllim də özünü dərk eləmiş olmalıdır təbii. İkinci, qarşısındakını bir nəfər deyil, 5 nəfər deyil, bəzən 20-25 nəfər. Hər birinin xüsusiyyətlərini, özəlliklərini, təbii imkanlarını ortaya çıxartmalıdır ki, tapşırıq da verəndə fərdi tapşırıqlar versin, onu yönləndirsin və gələcəkdə ixtisas seçməsinə yardımcı olsun. Mən bir geniş bir təməldən başladım. Söhbət fəlsəfədən gedir, fəlsəfi istedaddan gedir. Bu daha az təbii ki, rast gələn bir istedad nümunəsidir, yönüdür. Amma var. Getdikcə bu həyatla, gündəlik cari problemlərlə üzləşdikcə, bax o televiziyanın, evdəki mühitin, cəmiyyətdəki mühitin təsirinlə o istedad itirilə gedir. Fəlsəfənin xüsusiyyəti odur ki, o sadəcə ağılla olmur. Ağılla qəlbin vəhdətindən gəlir. Yəni qəlbin təmiz saxlanması. Kim qəlb artıq bir paslandısa, hisləndirsə falan, ona sonradan fəlsəfəni bilik kimi öyrətmək olar, amma onun daxilindəki fəlsəfi təfəkkür potensialını üzə çıxartmaq mümkün deyil. Ona görə də fəlsəfi təhsil xüsusi bir təhsil formasıdır. Fəlsəfə fakültəsi deyirlər ya, ay bizdə fəlsəfə fakültəsi olsun falan. Mən hətta onun əleyhinə olmuşam ki, fizika ilə, ədəbiyyatla falanla yanaşı bir də fəlsəfə ixtisası qoymaq düzgün deyil. Fəlsəfi istedad əvvəla özünü gec göstərir. Ona görə bakalavr səviyyəsində, türklər lisans deyirlər, lisans səviyyəsində və ya üst düzey magistratura və ya səviyyəsində seçimlər fərqlidir. O bölgü özü təsadüfi deyil. Nəyə görə təhsili? Əvvəllər Sovet dövründə 5 illik təhsil olub, onu bölüb 4 üstə gəl 2 eləyiblər və illər dəyişə də bilər, amma ilkin bakalavr təhsili ümumi, geniş miqyasda o fənn üzrə, o ixtisas üzrə lazım olan bütün bilgiləri əhatə eləməklə verilir. Biz sonradan bəzi ixtisasları artıq ali təhsil almış gənclərin içərisindən kimin hansı istiqamətdə davam eləmək potensialı var, onu da ali məktəb müəllimləri seçib müəyyənləşdirməlidir. Yəni 75 nəfər fizika fakültəsində oxuyursa, onun bir nəfəri ola bilsin ki, fəlsəfi potensialı var. O üzə çıxmalıdır və o sonradan magistratura və doktorantura pillələrində bu yolla getməlidir. Bu seçim eləyir, tutaq ki. Əvvəllər hətta Sovet dövründə, Sovet təhsilində jurnalistlər üçün əlavə şərtlər qoyulurdu. 1-2 məqalən çıxsın, sonra girə bilərsən. Hamı ilə bərabər o fənlərdən imtahan verib gedib o jurnalist ola bilməz. Bir qabiliyyət imtahanı kimi bir şey. Yazı qabiliyyəti, gördüklərini, eşitdiklərini, duyduqlarını qələmə almaq qabiliyyəti yoxdursa o jurnalist ola bilməz. Qısa şəkildə istəyirəm, məsəl üçün fəlsəfi talantı bu həqiqət axtarışı ilə bağlıdır deyə xarakterizə eləyəsiniz. Birincisi, mən fəlsəfənin özünü bir neçə kəlmə ilə xarakterizə eləyim, onun fərqini. Bizdə indi ümumi ədəbiyyat fakültəsi var. Tutaq ki, nəsr sahəsində qabiliyyətlə, poeziya sahəsində qabiliyyət xeyli dərəcədə fərqli şeylərdir. Ağıl komponenti nəsrdə daha çoxdur. Duyğu komponenti nisbətdə götürəndə az hissəni təşkil edir. Poeziyada duyğu komponenti çox, ağıl komponenti nisbətdə götürəndə az. Yəni, ağıl işlədib düşünərək şeir yazmaq, düşünərək musiqi yazmaq mümkün deyil və ya yazarsan da o əsl şedevr olmaz, əsl sənət nümunəsi olmaz. Amma nəsrdə biraz fəlsəfənin artıq akademik formalarından da istifadə olunur. Məsələn, təsadüfi deyil ki, deyirlər Dostoyevskinin yaradıcılığına, tutaq ki, fəlsəfənin təsiri çox olub. Ya, bu Kant fəlsəfəsi mi olub, Nişe fəlsəfəsi mi olub, çox Nişe ilə əlaqələndirirlər və s. Bütün sahələrdə fəlsəfi komponent var. Yəni, bir fizik, bir mühəndis, bir yazar
o içində fəlsəfi komponent yoxdursa, o elə bir iksirdir ki, o qatışmayanda böyük yaradıcılıq nümunələri əmələ gələ bilməz. Yəni təməlin, köklərin üzərində qurulmalıdır böyük binalar. Nə qədər uca bina tikmək istəsən, o qədər dərin təməl qazmalısın. O təməl hissəsi fəlsəfə ilə oluşur. Yəni dünya baxışın, dünya görüşün geniş olmasa, eyni zamanda təməlin möhkəm olmasa, onun üzərində bir qatlı, iki qatlı nəsə tikə bilərsən, ola bilsin, amma yüksək binalar ya böyük belə bir qurğular düzəldə bilməzsən. Elmdə, elmin özünü bir bina kimi götürsək, onun çox mərtəbəli bina. Onun da təməlində fəlsəfə olmalıdır. Həm təməlində fəlsəfi fikir, fəlsəfi düşüncə, fəlsəfi təfəkkür belə bir xüsusi işığı, həm də hədəfdə o işıq yanmalıdır. Hara getdiyini, nə axtardığını görə bilmək üçün hədəfdən bir işıq düşməlidir. Yoxsa sən öz ayağının altını işıqlandır, hara gedəcəyini necə görə bilərsən? Gərək uzaqda bir işıq olsun ki, ona görə mayaq qoyurlar gəmilər, çünki uzaqdan görsünlər hara gedirlər. Eləcə də insan həyatı. Elə bil ki, dəryada gəmi üzür, amma hədəfdə işıq olmasa hara gedəcəyini bilməz. Bizdə həp xoşlayırlar, desinlər ki, bizdə filosof yoxdur, filan. Maraqlı. Mən də deyirəm, ola bilsin ki, siz tapa bilmirsiniz ona görə ki, olduğu yerdə axtarmırsınız, başqa yerdə axtarırsınız. Necə başqa yerdə biz fəlsəfə professorlarının, akademiklərin, nəmlərin içində deyirəm, elə deməli başqa yerdə axtarırsınız. Yəni, hər hansı bir sahədə çalışan adamın fəlsəfi təfəkkürü gec-tez ortaya çıxır və ya onun öz sahəsinə işıq salır. Dünya çapında əsasən artıq filosof kimi tanınan adamlardan yazır. Amma Azərbaycanda o filosof yoxdur deyənlərə cavab verəndə mən deyirəm, ya indi biz orta əsrləri, qədim dövrü qoyaq. Dünyanın ən böyük filosofu və ilk filosofu Azərbaycanlı, Zərdüşt. Bunu keçək, orta əsrlərə gələk. Yenə bizim Nizami fəlsəfəsi var, Sührəvərdi fəlsəfəsi var, İşraqilik təlimi bir Azərbaycan fəlsəfəsinin təməlində duran ideyalardan biridir. Çünki hələ Zərdüştdən gəlir, keçir. Sizin inanclı birisi olduğunuzu bilirəm, bir xeyli vaxtı bilirəm bunu. Belə bir dilemma qoyurlar ki, filosof inana bilərmi? Bu inam və fəlsəfə bu axtarışı önləməyəcəkmi, qarşısına keçməyəcəkmi? Sən əgər inanırsansa necə axtara bilərsən, nə qədər səmimidir sənin axtarışın deyə bir arqument var. Siz buna necə cavab verərsiniz? Mən birinci sualı biraz korrekte eləyərdim. Siz soruşdunuz, daha doğrusu sizin sual deyil, belə sual qoyurlar. Filosof inana bilərmi dediniz də. Mən belə qoymaq istəyərdim sualı. İnanmayan adam filosof ola bilərmi? Bax, sual budur. Ola bilməz. İnanc olmayan yerdə filosofluq mümkün deyil. İnanmayan adam heç alim də ola bilməz. Baxmayaraq ki, elmi düşüncənin əsasında duran rasional təfəkkür, ağıl ağırlıqlı fəaliyyət, orada şübhənin yeri böyükdür. İndi o Descartes-in məşhur frazasını, ideyalarından birini önə çəkiblər və o dərəcədə bizimkilər alidə olurlar ki, bəzən elm sanki şübhə üzərində yaranırmış. Çox yanlış bir fikirdir. Birinci inam, sonra şübhə. Ümumiyyətlə, həyatda hər şey qütblər, bir qütb o biri qütb tərəfindən tarazlaşdırılır. Tarazlaşdırılmayan sadəcə şübhə üzərində və ya sadəcə inam üzərində elm yarana bilməz. Bu ikisinin mübarizəsi və sintezi. Orada yenə Hegelin məşhur əksliklərin vəhdəti və mübarizəsi ideyası, qanunu yada düşür və o təsadüfi deyil. Eləcə də mənim bir əsərim var, məsələn, o barədə. İnam və İdrak adlı əsərim var. Mən yazıram, ən yaygın inam. Hər kəsi, hər milləti, bütün din
tutaq ki, tərəfdarlarını əhatə edən, hamısını əhatə edən bir inam növü var. Bu elə idraka inamdır, ağla inamdır. Adamlar fərqində olmadan tutaq ki, məntiqə inanırlar. Ağılla ispat olunan bir şeyə inanırlar. Və amma fərz eləyək ki, burada inam komponenti yoxdur. Yəni onu görmürlər inam komponentini. Amma sənin dediklərinə mən inanmasam, Einstein dediklərinə inanmasam, Newtonun dediklərinə inanmasam, hər şeyə şübhə ilə yanaşsam, mən hansı təməl üzərində öz bilikləri ya düşüncə sistemimi qura bilərəm? Mütləq o dəyişkənliyin altında bir dəyişməz, sabit təməl olmalıdır ki, Şübhəçiliyi də şizofreniya səviyyəsinə qaldırırlar. hər şeyin ifratı, indi dində də var, ifrat haramdır ideyası. O çox mükəmməl ideyalardan biridir. Yenə də deyirəm, Aristotelin tutaq ki, qızıl orta təlimi ki var, o mənada deyil ki, yəni qütblər ikisi də qüsurludur, mütləq orta xətti götürmək lazımdır. Və bu orta xətt məsələsini tutaq ki, elə o biri tərəfi sonsuzluğa ulaşan elə mənəvi keyfiyyətlər var ki, ona tətbiq eləmək olmaz. Tutaq ki, onda yaxşı olmaqla pis olmağın ortasında mı durasan? O yanlışdır. Onlar yaxşılıq və pisliyin sərhədləri yoxdur. O bir tərəf sonsuzluğa gedir. Ona görə orada orta anlayışı da yoxdur. Ya ədalətin nə qədər ədalətli olsan, o qədər yaxşıdır. İnam çox böyük anlayışdır. Və bunun içərisində sonlu miqyasda olan hadisələr idrak gücümüz çatır. Çünki ağıl ancaq sonlu, lokal, verilənləri bəlli olan, yetərli olan bir məsələləri həll eləmək üçündür. Riyaziyyatda da verilir, verilənlər var və sonra X axtarılan bir şey var. O verilənlər yetərli olmalıdır ki, o axtarılanı tapa biləsən. Əgər yetərli ilkin bilgi yoxdursa, o axtarış heç vaxt nəticə verməyəcək. Deməli, öncədən qəfəs müəyyənləşir, sərhədlər müəyyənləşir. O sərhədlər daxilində axtarış aparılır. Çünki insanın sadəcə duyğular deyil, görmə, eşitmə qabiliyyəti elə deyilmi? Məhduddur, çox məhduddur. Amma indi biz deyirik, yox, amma elm bunu inkişaf elətdirir. Tutaq ki, görmək üçün, uzaqları görmək üçün teleskoplar, çox kiçikləri görmək üçün mikroskoplar icad olunubdur falan. Bəli, oluna gedir. Amma yenə də o sonsuzluğun biz bəlli bir məqamına qədər öyrənə bilirik. Ondan o tərəf yenə də qaranlıqdır. Yəni biz işıqlı hədəfimizin arxasında bizə məlum olmayanlar var. Amma biz eyni zamanda özümüzü bu məhdud, sonlu bir qəfəsdə varlıq kimi qəbul eləyə bilmərik. Biz eyni zamanda deməli, ömrümüz məhduddur deyə bu dünyada, bu kainatda baş verən hadisələr bizə aid deyil. Biz ancaq bunun 50 ilini, 100 ilini tutaq ki, bilavasitə müşahidə eləyirik. Və bir də əvvəlki nəsillərin təcrübəsini götürürük, biraz da genişləndiririk. Amma nə qədər genişləndirsən, görürsən ki, o bir tərəf sonsuzluqdur. İndi sonlu və sonsuzun dialektikası ortaya çıxır. Sonlu olan idrakımızın işığı bəs eləyən hadisələr var ki, bunu araşdırırıq, eksperimental olaraq da, nəzəri olaraq da müəyyənləşdiririk sistemini və düsturlarını, qaydalarını riyaziləşdiririk və s. və s. Amma o böyük prinsip ki, bir dəfə Sokratın adından yazılıb, tarixə düşüb, bir onu bilirəm ki, heç nə bilmirəm. O nisbi mənada deyilən bir sözdür. Yəni, bilmədiklərim həmişə bildiklərimdən çoxdur, qat-qat çoxdur həm də. Və o heç nə olur, sıfır olur ona görə ki, o bir tərəf sonsuzluq olanda, sonsuzluğa bölünəndə sıfır əmələ gəlir. Yenə də 21-ci əsrdir, 19-cu əsrdə belə hesab eləyirdilər ki, elm tarixində məlum bir faktdır ki, daha artıq fizikada hər şey kəşf olunub, Newton tapdı, qanunlar müəyyənləşdirildi, birinci, ikinci, üçüncü falan.
Faraday geldi, tutaq ki Maxwell qanunları ortaya çıxdı. Bu kadar bunun o tarafı Lorenz'in sözüdür, səhv eləmirəmsə, bundan sonra daha büyük kəşflər ola bilməz deyir. Elm bitibdir. Ama sonra məlum oldu ki, kvant fizikası ortaya çıxdı. Atom fizikasında əvvəl klassik fiziki təsəvvürlərlə qurulurdu atomun modelləri falan. Sonra kvant mexanikası onu fərqli bir modellərlə dünyanın mənzərəsini qurmağa başladı. Ve yeni hüdutlar açıldı. Şimdi hardadır garantiya ki bundan sonra yeni hüdutlar yeni açılmayacak. Burada da imkanlar bitenden sonra yeni bir bazis ilmi. Evet. Yani bu açıla gedir. Bir defa bunu anlamak lazımdır ki bilmədiklərimiz bildiklərimizdən qat-qat çoxdur. Yani bu ışıklı bir hedeften danışırıq. Ama onun o tarafında da varlığı inkar eləyə bilmərik. Yani sonsuza keçəndə elmin imkanları tükenir. Biz sonsuzluğun bir damlası, deryada bir damla olarak özümüzü fərz eləyə ve damla derya birləşəndə deryalaşır. Yer gəlmişkən din xatırladınız. Bəziləri deyir ki, məsələn 21-ci əsrdir, dindən danışmaq artıq aktual deyil, dərin deyil bəlkə də. Siz bizi keçmişə çağırırsınız, orta əsrlərə çağırırsınız. Sizə görə din nədir? Necə xarakterizə edərsiniz? Lazımdır müasir adama din? Nə üçün lazımdır? Yani indi bu belə yaxşı çıxmaz deyimin lazımdır mı, lazım değil mi? Yani din Yani lazım olmayan rol oynuyor mu? Lazım olmayan hiçbir şey yaranmaz. Yaransa da uzun müddət davam edə bilməz. Abdurxan hikmətlərində belə yazılır. Elm ve din birbirine zidd değil. Ama onlar arasında ziddiyet o zaman yaranır ki biri o birisinin yerini tutmaya çalışır. Herkes öz yerinde olanda hiç vaxt ziddiyet yaranabilmez. Sen öz sahəndəsən, ben öz sahəmdə bəlirlidir. Hərə öz işinlə məşğuldur, elə değil mi? O bölgü gedib ədəbiyyatla elm arasında, fəlsəfə ilə ədəbiyyat arasında vesaire hər birini. Eləcə də din. Dinin öz sahəsi var. O başka mesele ki biz dinin sahəsini nə ilə fərqləndiyini, ne zaman elmlə hardasa kəşfdiyini, ama ondan ne kadar uzakta olduğunu düzgün təsəvvür eləmirik. Bizim din adamları, din adından danışan adamlar bəzən başlayırlar bəzi elmi müddəaları falanı dini kitaplarda aktarıp ondan demek ki yok elmde elə burada var. Yani bu din o kadar yüksek bir ideallardan bəhs eləyir ki, din o kadar hem iç dünyasına insanın nüfuz eləyir ve mənəviyyat prinsiplərini müəyyən eləyir, hansına ki elm heç yaxına düşə bilmir ve sonsuz dünya müraciət üçün yeganə rupordu, yeganə tutaq ki o belə bir imkandır, şansdır, bacadır. Biz oradan çok uzaktan gelen ışıkları görürük. Yani kainatın sonsuzluğunu ve damlanın deryada varlığını dərk eləyərkən mütləq o dəryanı içine almaq ve mütləq öz məhdud ağlınla dərk elədiyin veya mütləq öz bakalının, öz stəkanının tutduğu qədərini içmək imkanı ola bütün dəryanı içə bilmirsənsə onun varlığını inkar eləmək iddiası belə bir şey. Və bənzətmələr aparıram da. Biz sadece ömrümüzde yok, bütün insanlığın ömründe ve bütün kainatın ömründe yaşayırıq. Ve onun ağıl dışı sahələrinə nüfuz eləyə bilmirik. Biz özümüz yaratdıqlarımızı özümüz bilirik. En yaxşı bildiyimiz nədir? Özümüz yazdığımız, özümüz yaratdığımız. Ve bu kainatın da yaradıcısı onu en yaxşı bilir tabii ki. O həqiqət, böyük miqyaslı həqiqət sonsuzluğa keçəndə ancaq onun yaradıcısı tərəfindən müəyyənləşdirilə bilər. Və o hökmlər şəklində hansısa yollarla insanlara vaxtaşırı
1000 ildən birmi, 2000 ildən birmi ötürülübdür. Və bu hökmlər elmin funksiyasını yerinə yetirmir. Və insanın təbiəti, lap cəmiyyəti öyrənməsi üçün lazım olan bilgilər deyil, öyrənmək üçün deyil. Onlar hökmlər şəklində verilir. Elə bil ki, həmən o dediyim hədəfdəki işıqdır. Və din yaranışında ən pak, ən ülvi, ən təmiz və ən doğru həqiqət məqamıdır. Ondan sonra din insanlar tərəfindən o ihkamlar, o prinsiplər öyrənilərkən təhrif oluna gedir. Din yarandığı vəziyyətdə o müqəddəs kitab səviyyəsində onun ən üst qatıdır. Ondan sonra o din adamları, Peyğəmbər daxil olmaqla hətta və ondan sonra böyük din ülamaları falan, kimlər olursa olsun, onu tam ehtiva eləyə bilmir. Amma o kitab özü canlı bir varlıq kimidir. Elə bil ki, bu dünya çox böyük bir dünyadır, amma onun fərqli bacaları var. Baxır, hansı bacadan baxırsan, fərqli görünüş yaranır. Hansı istiqamətdə baxırsan, yenə fərqli bir struktur açılır. Eləcə də o kitab özü o dünyanın elə bil ki, analogudur və o nə zaman baxmaqdan, hansı əhval-ruhiyyədə, hansı səviyyədə baxmaqdan asılı olaraq və təsadüfən nəyi açıb baxmaqdan asılı olaraq tamam başqa bir başlanğıcdan baxanda başqa bir struktur açılır. Və bunun üçün sadəcə sənin özün, o qəlbin açıq olmalı, təmiz olmalıdır ki, onu tuta biləsən, onu ağılla tuta bilməzsən. Və indi dini düşüncə deyil, hətta düşüncə sözü ora aid ola bilərmi, bilmirəm. Biz dini prinsipləri öyrənib onu yaşamalıyıq. Sadəcə namaz qılarkən. Namaz nə üçündür? Namaz hansısa borcu qaytarmaq üçün deyil. O bizə yardımdır. Yəni biz nəfsimizlə, indi belə kobud desək, mübarizə aparırıq. Yəni nəfsin mərtəbələri var. Heyvani nəfs, ondan da aşağı bitkisel nəfs, heyvansal nəfs və sonra əqli nəfs və ya insani nəfs kitablar. İnsani nəfs heyvani nəfsin üzərindədir. Amma insanın mücadilə elədiyi nəfs həmən o heyvani nəfsdir. Çünki nəfsə qarşı çıxmaq o prinsip kimi o qədər yayılıb ki, din adamları da, elm adamları da, şairlər də sanki nəfs pis bir şeymiş. Amma nəfs bizim varlığımızdır. Nəfs bizim canımızdır. Yeri gəlmişkən, Azərbaycan dilində nəfs sözünün özü biraz repressiya olunmuş durumdadır. İngilis dilində soul var, Rus dilində duşa var, duh da var, spirit də var. Bizdə ruh var, nəfs sanki o yox, bizdə var, amma qarışıq salırıq, o başqa məsələ. Məsələn, bizim fars dilindən götürdüyümüz can sözü var. Can sözü, canlı sözünün köküdür və bütün canlılar, yəni mənim o heyvani nəfs dediyim həmən mərhələdir. Canla eyni. Və nəfs də əsasən o mərtəbəsini əhatə eləyir. Nəfs sözü elə belə xüsusi qeyd şərtsiz işlənəndə heyvani nəfs, yəni ağılla və yüksək inamla, əqidə ilə tənzim olunmayan nəfs hələ heyvani nəfsdir. O insani nəfs və ya əqli nəfs dediyimiz etap hamıda eyni dərəcədə deyil. Yetərli deyil ki, bunu tənzim eləsin və bunun üzərinə çıxsın. Nəfs və bizim özümüz, mənəvi varlığımız, bizim bədənimizi idarə edir, sükandır, yönləndirir. Canlılıq verir. Canlılıq verməkdən başqa bizim canlı olaraq istəklərimiz ortaya çıxır. İstəklər ayrıca bir sferadır ki, öyrənilməlidir. İnsanda hansı istəklər yaranır? Və insan öz istəklərinə qarşı çıxmalıdırmı, çıxmalı deyilmi? Seksual istəklər özgürlük, var, azadlıq ideyaları bununla mı belə mi başa düşülməlidir ki, insan elə nə istəyirsə onu eləməlidir ki, xoşbəxt olsun? O çox bəsit yaxlaşımdır. Ziyanlı bir şeydir. Və ağıl nə üçündür onda və əqidə nə üçündür?
Onlar bunun üst qatlar, alt qatları idarə eləməlidir. Necə ki, nəfs bədəni idarə eləyir, nəfsi də ağıl idarə eləyir, ağılı əqidə və inam idarə eləyir. İnam artıq ilahi səviyyədə ruh anlayışına eləyir, mütabiq gəlir. Bu bir iyerarxiya var, bir pilləkandır. Və biz bunu bilmədən sadəcə olaraq nəfsə qarşı çıxmaqla, güya nəfs pis bir şeydir, nəfs bizim həyatımızdır, canımızdır və yenə də təkrar eləyirəm, bu Təməlimiz. Can sözü nəfs sözündən sinonimdir. Sadəcə biri fars dilindən gəlib, biri ərəb dilindən gəlib. Ruh yüksək mərtəbədir. Ruh artıq nə bədənlə, nə nəfslə qarşığı olmayan ilahi mənşəli bir varlıqdır. O Qurani-Kərimdəki bir ayədə deyilir, insanı bədənin yaradılması təsvir olunur. O təxminən ya torpaqdanmı yaradılır, palçıqdanmı, necə yaradılır? O hələ bədən. Amma elə ki ona orada necə deyilir, ruh üfürülür. Ondan sonra insan olur. Ruhun varlığı. İnsanı insan eləyən ruhdur. Bədən bütün canlılarda var. Elə deyilmi? Amma ruhla nəfsin iyerarxiyası, münasibəti çox önəmli bir şeydir. Ruh daha yüksəkdir. Nəfs isə bütün istəkləri əhatə eləyir. İnsanın indi sevinci də, sevgisi də, bütün hissləri də, onlar hamısı ora daxildir. Ona görə deyim, nəfs bizim varlığımızdır. Amma kimin nəfsi ruhla yorulur, sonra tənzimlənir, belə deyə yuyulur, paklanır və o ilahi ruhun həmişə nəzarəti altında olur. Amma kimdəsə heç ruh qatı heç açılmır. Ruhsuz adamlar var yəni. Ruhsuz adam öncədən olmur, sonradan olur. Yəni ruh hamıya üfürülüb, hamıda var. Amma onun ki örtülməsi, necə dəmir paslanır, çirklənir, kirlənir, o təsəvvüfdə o təmizlənmə ideyası hardan yaranır? Yəni o ruhu örtən təbəqəni yumalısan, təmizləməlisən ki, o sənin yüksək rabitən. Necə ki bizim kainatın üst qatlarından rabitəmiz o belə maddi dünyada belə təsəvvür edirik. Sonsuzluğa çıxışımız yaranır. Sonsuzluğa bir baca açılır. Eləcə də ruh o rabitədir. İlahi ruhun bizdə olan bir zərrəsi ilahi varlıqla bizim aramızda təması təmin eləyir və bizim ürəyimizə damır nəsə. Ürəyimizə damır ruh vasitəsindən. O rabitədir. O da ilahi varlıqdan verilmiş bir şeydir ki, onlar heç bir öz aralarında ziddiyyətdə deyil. Ağılla ruh ziddiyyətdə deyil. Amma ağıl bizim düşünməyimiz yolla maddi dünyanı, yaşadığımız cəmiyyəti öyrənmək üçün olan bir vasitədir, imkandır. Burada inamla yanaşı şübhə var. Həmişə müqayisə ilə, müzakirə ilə təkmilləşə biz bir həqiqətə uğrayırıq, həqiqət yolunu seçirik. Biz hardan bilərik ki, o böyük, ağlın çatmadığı məsələlərdə bir fikir yürüdək. Ağıl çatmadığı zirvələrə, yüksəkliklərə ruh çatır. Neysə, o mövzular xüsusi mövzulardır. Mən çox təşəkkür edirəm sizə, Səlahiddin müəllim, bu geniş mülahizələriniz üçün. Təəssüf ki, vaxtımız sona çatdı bizim. Bir daha görüşüb inşallah bu ruh, nəfs məsələlərinin bəlkə də davamını sizinlə müzakirə eləməyə ehtiyac hiss edirəm. İzləyicilərimizə isə gələn görüşlərə qədər deyirəm. Sağ olun.